Salam bilirəm Azərbaycan xalqını, mən Lənkəran sakini Rəşad Əliyev. Rəşad Əliyev, nəhəng liderin, cənab prezidentin adamı Rəşad Əliyev. Bütün dünyada partlayış yaratdığımız videolarımla, bütün çıxışlarımla milyonlarla izləyicim var. TikTok səhifəmə vurdular 3 milyonluq səhifəm, YouTube'da açıldı yine səhifə. Rəşad Əliyev yazın. Bütün sayfalarda Rəşad Əliyev yazın. YouTube'da, Facebook'da, TikTok'da, Instagram'da Rəşad Əliyev. Bütün dünyada bütün çıxışlarımla bütün dünyaya qılıcım saçdım bütün dünyaya. Nəhəng liderin adamı Rəşad Əliyev. Bütün yerlərdən mənə dəstəkləyirlər. Bütün nazirlərə eşq olsun, nazirlərə eşq olsun, deputatlarımıza. Bütün nazirlərə mən təşəkkürü bildirirəm ki, mənə dəstək olduqlarına görə. Eşq olsun Paşayevlərə, bir nömrəli hörmətli ailədir Paşayevlər ailəsi. Mən məhz Paşayev ailəsindən nümunə götürmüşəm. Heydər Əliyev ailəsindən mən nümunə götürmüşəm, önə gedirəm. Bəli, Heydər Əliyev ailəsi Azərbaycanda bir nömrə hörmətli ailədir və Paşayevlər ailəsi də sağ olsun. Həmişə mənə dəstək oldular. Eşq olsun Paşayevlərə, eşq olsun Heydər Əliyev ailəsinə ki, bugünkü günü Azərbaycan yaşayır. Kimin sayəsində? Məhz cənab prezidentimiz İlham Əliyev cənablarının sayəsində. Bəli, bugünkü günü Azərbaycan zirvələrə qalxdı. Bütün dünyada Azərbaycan prezidentinə sayğı, hörmət. Bu biz nə deməkdir? Böyük bir zirvədir. Əlçatmaz zirvədir. Məhz Donald Trump bu çıxışında bildirdi ki, Azərbaycan lideri necə güclü lider olmağı bir daha Donald Trump dedi. Bütün dövlətlərin prezidentləri şok vəziyyətdədir. Çünki nəhəng liderimiz İlham Əliyev cənabları bütün dünyaya partlayış yarattı. Partlayış bu biz deməkdir. Bu bütün dünyanın gözü Amerika'daydı. Bütün dünya Azərbaycan prezidentinin apardığı siyasetinden danışır. Azərbaycan prezidentinə Avropa şok vəziyyətindədir ya. Yəni ki, İlham Əliyev cənablarının apardığı siyaset, alovlu siyaset. Onun qabağında meydanda at sapan yoktur. Heç bir liderler yoktur onun qabağında ya. Güclü liderdir. Sözün demiş prezidentdir. Lübey prezidentlerin de qabağında sözün diyen prezident ya. Mənim cənab prezidentimiz İlham Əliyev cənabları. Mən deyirəm sözümün üstündə də dururam. Eşq olsun cənab prezidentimizə ki, mən fəxr edirəm cənab prezidentimin. Bugünkü günü mən qürur duyuram cənab prezidentimlə. Mən Lənkəran sakini Rəşad Əliyev. Bütün sosial şəbəkələrdə Rəşad Əliyev yazın, canlı çıxışlarım gedir. 3 milyonluq səhifəm vuruldu TikTok'da. Blogerlər tərəfindən yenə də təzə səhifə açılacaq. YouTube'da bu dəqiqə hal-hazırda 2 milyonluq səhifəm gedir. Rəşad Əliyev yazın, bütün YouTube'da 250 dənə videom gedir bu dəqiqə. Bax, bu dəqiqə YouTube'da Rəşad Əliyev yazın, böyük hərflə 200 dənə canlı çıxışım gedir bu dəqiqə. Cənab prezidentin yanındayıq biz, ölərəm. Cənab prezidentimdən dönmərəm. Demişəm, öldü var, döndü bu yol. Yoxdur bu yoldan. Ölənə qədər cənab prezidentin siyasətini dəstəklənmişəm və dəstəkləyəcəm də sağ olsun bütün nə qədər Azərbaycanda nazirlər var, nə qədər deputatlar var, hamısı mənim səhifəmdədirlər, hamısı məni izləyir. Birbaşa Paşayev Holding tərəfindən mənim səhifəm izlənir. Birbaşa Paşayevlər tərəfindən mənə dəstək var. Bizim ailəyə yüksək səviyyədə ki, Rəşad Əliyev, sən cənab prezidentin fəxri fərmanına hazırlaş. Mənə mesaj gəlib Bakıdan yüksək səviyyədə vəzifəli nazirlər tərəfindən ki, Rəşad Əliyev, sən cənab prezidentin fəxri fərmanına hazırlaş. Sənin apardığın çıxış 10 milyon Azərbaycan xalqının içində yeganə adamam. Rəşad Əliyev, eşq olsun cənab prezidentimizə. Sağ olsun, var olsun cənab prezidentimiz. Nəhəng liderimiz. Azərbaycanın döyünən ürəyi bütün dünyada partlayış yarattı. Sağ olsun, eşq olsun cənab prezidentimizə. Qarabağ Azərbaycandır.